Salam əziz şagirdlər, bugün sizlərlə birlikdə trigonometrik funksiyaların cəminin fərqinin hasilə çevrilməsi bölməsinə baxırıq. Misal həllərinə baxmazdan əvvəlcə düsturlarına baxırıq, cəmin hasilə çevrilməsi. Deməli, sinus alfa plus sinus betanın açılışı 2 sinus, əgər arada işarəmiz toplamadırsa sinus müsbət olur. Kosinus mənfi olur. Əgər işarəm çıxmadısa, bu zaman sinus da çıxaq olur, kosinus da üstəgələk olur. Kosinusun cəmində ancaq kosinuslar iştirak edir, fərqində qabağa mənfi çıxmaq şərti ilə sinuslar iştirak edir. Yəni, çətin deyil düsturlar, rahat düsturlardır. Birinci sualla başlayaq. Deməli, sinus 5 alfa 2 vurulsun. Birbaş yazaq. Sinus 5 alfa plus 3 alfa. Dedik ki, sinusda cəmdirsə, düsturun özünün ikisini yazaq. Sinus alfa plus beta. Yəni 5 alfa ilə 3 alfanı toplayırıq. 8 alfa, yarısı 4 alfa. Kosinus alfa minus beta. Gəlin bir açıq yazıb, sonra tez qısa deyərik. Bölə 2. Bərabərdir. Bizdə alfanın yerində 5 alfa durur, betanın yerində 3 alfa durur. 2-ni 2-yə vursam 4, sinus 4 alfa, vuraq. 5-dən 3 alfa, 5 alfadan 3 alfa çıxdıq, 2 alfa, yarısı alfa, yəni kosinus alfa. İkinci, üçüncü sualımız bundandır. Əslində 4 də bu tiplidir. Gəlin, amma 4-cü suala da baxaq. Deməli, 2-də 1 kosinus alfa çıx, kosinus 5 alfa. Kosinusun çıxmasında qabağa mənfi çıxırdı, mənfi 2. Kosinus əgər çıxmadısa, həm ikisi də sinus olur. Sinus alfa plus beta bölü 2. Alfa ilə 5 alfanı topladıq, 6 alfa bölü 2. Sinus alfa minus beta bölü 2. Yəni, alfadan 5 alfanı çıxdıq, mənfi 4 alfa bölü 2. Bərabərdir. Bilirik ki, sinus mənfini qabağa çıxardır. Mənfini mənfiyə vursaq müsbət olur. 2 ilə 2-də bir ixtisar geçsin. Qaldı nə? Sinus 6 alfanı 2-yə bölsək 3 alfa. Sinus 2 alfa. Baxaq 5-ci suala. Deməli, 2 çöldə dursun. Kosinus 73 plus kosinus 47. Buna cəmi hasilə çevirək. Kosinus da toplama olanda hər ikisi kosinus olurdu. Bir dəfə toplayıb yarıya bölürük, bir dəfə çıxıb yarıya bölürük. 73-dən 47-ni toplasaq 120, yarısı 60. Deməli, vuraq. Kosinus 73-dən 47-sini çıxsaq 26, yarısı 13. Çıx, kosinus 13 dərəcə. Bərabərdir. 2 vurağı saxlayaq. Kosinus 60-da bilirik ki, 2-də 1-ə bərabərdir. Yerinə qiymətini yazsaq 2-də 1. 2-lər gedər, 1 qaldı. Kosinus 13 mötərizənin içində qaldı. Çıxaq, kosinus 13. Bərabərdir. Kosinus 13-dən kosinus 13 çıxsaq 0. 2-yə də vurduq, 0. Baxaq növbəti sualımıza. 7-ci sualda bu formadadır, bu tipdə sualdır. 8-ci sual sırf düsturlardır. Dedik ki, kosinusda toplama olanda hər ikisi kosinus olur. Birində alfa plus beta bölü 2, birində alfa minus beta bölü 2. Deməli, A bəndi doğrudur. Sinusun minusunda çıxaqdırsa, əgər sinus minus olur, kosinusda toplama olur, doğrudur. C bəndi toplama düsturudur. Kosinus alfa plus beta da cos sin sin formasında açılırdı. Toplamadırsa çıxaq olur, əksi olur kosinusda, düsturda. Sinus alfa plus beta da biri sinus, biri kosinus olur. Sinus toplama olur, kosinus çıxma. Amma burada kosinusda toplama verib deyə D variantı səhvdir. E bəndi də ki, doğru düsturdur. Baxaq 10-cu suala. Deməli, bizə deyir ki, sinus pi bölü 12. Gəlin buna da elə birbaş nəyi tətbiq eləyək? Cəmin hasilə çevrilməsini.
2 sinus toplamadırsa toplanır, yarıya bölünür. 12-də pi ilə 12-də 5 pini toplayanda alınır 12-də 6 pi. 12-də 6 pinin yarısı 12-də 3 pi. Vurulsun kosinus. Kosinus da çıxılır. 12-də pi-dən 12-də 5 pini çıxsaq mənfi 12-də 4 pi. Ancaq kosinus mənfini yeyir, çölə çıxartmır deyə 12-də 4 pi qalır. Yarısı da ki 12-də 2 pi. Bərabərdir. 3 ilə 12-ni ixtisar aparsaq 4, 2 ilə 12-ni ixtisar aparsaq 6, 2 sinus pi bölək 4 45 dərəcədir. Yaxşı da yazaq. Kosinus pi bölək 6 30 dərəcədir. Bərabərdir. Qiymətlərini yerinə yazsaq 2 vurulsun. 45-də sinus alır 2-də kökdə 2. Kosinus 30-da alır 2-də kökdə 3. Yəni cavabımız yekunda eləyir nə? 2-də kökdə 6. Baxaq. 11-ci sualda da yenə cəmi hasilə çevirmədir. Gəlin 12-ci suala baxaq. Sinus 4 alfanı saxlayaq sürətdə. Sinus 4 alfa. Gəlin aşağını sadələşdirək, sonra qərar verərik sürətlə eləyək. Kosinus 5 alfa çıx, kosinus 3 alfa. Yenə fərqin hasilə çevrilməsi. Çıxmada dedik ki, mənfi 2 olur, sinus sinus olur. Bir dəfə toplayıb yarıya bölək, bir dəfə çıxaq yarıya bölək. 5 ilə 3 alfanı toplasaq 8, yarısı 4 alfa. 5-dən 3 alfanı çıxsaq 2, yarısı alfa. Başlayın, kosinus yox, sinus. Sinus alfa. Bərabərdir. Sinus 4 alfalar gedər. Nə qaldı? Mənfi 1 bölünsün 2 sinus alfa. Baxaq növbəti sualımıza. Yaxşı, 15-ci suala da baxaq gəlin. Deməli, kosinus 47, kosinus 73. Yenə cəmi hasilə çeviririk. Bir dəfə kosinusda hər ikisi kosinus olur. Bir dəfə toplaması, bir dəfə çıxılması. 2 kosinus toplasaq 120, yarısı 60. Çıxsaq kosinus 47-dən 73 çıxsaq mənfi 26, yarısı 13. Ancaq kosinus qarşıya mənfini çıxarmır deyə müsbət 13-də yazırıq. Məxrəcdəki bu sinus 77-nin əvəzinə 90-13 yaza bilərikmi? Və yaxud belə deyək də, cəmi 90 verən trigonometrik ifadələri bir-birinə bərabər yaza bilərik. Yəni, kosinus 77-nin əvəzinə, sinus 77-nin əvəzinə kosinus 13 yaza bilirik. Kosinus 13-lər gedər, nə qalır? 2 kosinus 60. Kosinus 60-da 2-də 1 alır, 2-lər gedir, qalır nə? 1. Baxaq növbəti sualımıza. On 9-cu suala baxaq. Deməli, kosinus x plus pi bölü 3-ün hasili. Yenə bu dəfə hasili cəmə çevirmədən istifadə edək. Hasili cəmə çevirmə düsturlarımızdakı kosinus, gəlin əvvəlcə düsturun öz formasını yazaq. Kosinus alfa vuraq kosinus betanın açılışı. Deməli, bərabərdir. 2-də 1 bərabərdir. 2-də 1 deməli, kosinus alfa minus beta üstə gəl, kosinus alfa plus beta. Düsturumuz bu formadadır. Gəlin indi bunu verilmiş misal üçün tətbiq edək. Yəni, yazaq 2-də 1 mötərizədə kosinus, deməli, bir dəfə çıxırıq, x-dan çıxırıq, x plus pi bölü 2-ni, ancaq burada, deməli, qarşıda mənfi var deyə
plus olmur, içəridəki işarəsinin əksinə dəyişir, minus pi bölücü olur. Üstə gələk, kosinus, bir dəfə də x plus pi bölünsün 3. Bərabərdir. Buradan x-larımız gedər, pi böl 3 60 dərəcədir. 60-da kosinus 2-də 1-ə bərabərdir. Yazaq 2-də 1 vuraq, 2-də 1 üstə gələk, kosinus 2x plus pi bölünsün 3. Bərabərdir. 2-də 1, 2-də 1-ə vurub açsaq, 4-də 1 üstə gələk, kosinus, başlayın, 2-də 1 kosinus 2x plus pi bölünsün 3. Bərabərdir. Bildik ki, kosinusun, sinusun qiymətlər çoxluğu mənfi 1, 1-dir. Deməli, gətirək mənfi 1-1-i yerindən yazaq, nəzər alaq. 4-də 1, 2-də 1-i mənfi 1-ə vursaq, mənfi 2-də 1, 4-də 1-dən 2-də 1-i çıxmaq, 4-də 1-dən 4-də 2-ni çıxmaq deməkdir, yəni mənfi 4-də 1. Bizdən də bu ifadənin ən böyük qiymətini istəyir. Ona görə də gətirək nəyə yerinə yazaq? Müsbət 1 yazsaq, nə alırıq? 4-də 1, üstə gələk, 2-də 1. Yəni, 4-də 1-in üstə 4-də 2 gəlsək, 4-də 3, bu ifadəmizin ən böyük qiyməti olur. Baxaq növbəti sualımıza. 21-ci suala baxaq. Sürətdə sinus alfa plus sinus 3 alfa üçün cəmi hasilə çevirək. Deməli, sinusun toplanmasında 2 sinus toplanır, yarıya bölünür. Alfa ilə 3 alfanı toplasam 4 alfa, yarısı 2 alfa. Kosinus da çıxılır, yarıya bölür. Alfadan 3 alfanı çıxsaq mənfi 2, 2-yə bölsək mənfi alfa, ancaq kosinus mənfini çölə çıxartmır deyə alfa yazırıq. Aşağıda kosinus üçün hasili cəmi hasilə çevirək. Yəni 2 kosinus da toplamazsa hər ikisi kosinus olur. Alfa ilə 3 alfanı toplasaq 4, yarısı 2 alfa, çıxsaq yarısı alfa. 1 plus kosinus 4 alfanı da buradaca saxlayaq hələ ki. Bərabərdir. 2-lər getsin, kosinus alfalar getsin. Deməli, sinus 2 alfa bölək kosinus 2 alfanı saxlayaq. Burada qaldı kosinus 2 alfa. Vuraq. 1 plus. Bu kosinus 4 alfanı 2 vuraq 2 alfa formasında görə bilərikmi? Yəni, burada 2 qat açmaq istəyirəm. Kosinusun 2 qat düsturunu. Müsbət 1-imiz var deyə mənfi 1-in olduğu düsturundan açırıq kosinus 2 alfanı. Yəni 2 kosinus kvadratı alfa çıx 1 düsturundan açıram ki, bu 1-lər getsin. Rahat bunu sadələşdirə bilək. Mənim alfamın yerində 2 alfa durmuşdu, arqumenti 2 alfa yazdıq. Aha, bərabərdir. Sinus 2 alfa bölünsün kosinus 2 alfa. Vuraq 2 kosinus kvadratı 2 alfa. Yekunda cavabımız qaldı. Kosinus 2 alfanın biri birindən getsin. Sürətləri vursaq alırıq 2 kosinus 2 alfa, sinus 2 alfa. Bu da ki bizə verir sinus 2 alfanın açılışını. Yəni sinus 4 alfanı. Alfamız 2 alfa olduğu üçün 2 qatı da bizə verir nəyi? 4'ü. 4 alfanı. Baxaq növbəti sualımıza. Gəlin baxaq 26-cı suala. Yaxşı, 25-ə baxaq, sonra 26-ya keçərik. Sinus 10 vuraq. Vurub açaq bunu, gəlin. Sinus 10 üstə gələk. 2 sinus 10 sinus 70. Bərabərdir. Sinus 10 dursun. Üstə gələk. 2 hasili cəmə çevirsək 2-də 1
Sinusun düsturunda belədir. Sinusda belə yadınızda saxlayın, minus olur arada işarə. Yenə kosinuslar olur trigonometrik ifadələrimiz. Kosinus alfa minus beta, yəni 10-dan 70 çıxırıq mənfi 60. Ancaq mənfini kosinus çölə vermir deyə müsbət 60 yazırıq. Arada çıxma işarəsi olur. Çıxaq kosinus alfa plus beta, yəni 70-dən 10-u toplayıram 80 dərəcə. Bərabərdir. İkilər getsə, sinus 10 üstə gələk. Kosinus 60-da 2-də 1-ə bərabərdir bildiyimiz kimi. Çıxaq. Kosinus 80-in əvəzinə 80-lə fikir verin, onun ikisinin cəmi bizə nəyə verir? 90-ı verirmi? Deməli, 90-ı verirsəm, mən bu kosinus 80-in əvəzinə sinus 10 yaza bilərəm. Bərabərdir. Sinus 10-lar islah gedər. Yekun cavabımız alınar neçə? 2-də 1. Yirmi 6-cı sualımıza baxaq. Deməli, 4 sinus kvadratı. Gəlin burada dərəcəni indirmədən istifadə edək. 4 vurulsun, sinus kvadratı üçün dərəcəni indirsək, 1 sinus da minus olur. Kosinus 2 alfa, yəni 18 isə 2 qat eləyir 36 dərəcə. Bölə 2. Plus 2 sinus 18 plus 2,5 qalsın. Bərabərdir. 4 ilə 2 gedər, burada 2 qalar. 2-ni yuxarıya vurub atsaq, 2 minus, gəlin biraz yuxarıdan yazsam, yerimi yaxçadan. Deməli, 2 çıxaq, 2 kosinus 36, 2 sinus 18. Yəni, bu ikisinin əlindən 2-ni ortaq vuruq alaq. Belə yaza bilərik. Deməli, mənfi 2-ni aldıqsa, qaldı kosinus 36, çıx, sinus 18. Sinus 18-in əvəzinə 90-dan 18-ni götürsə necə eləyər? 72. Bunun əvəzinə 72 yaza bilərikmi? Kosinus 72. Plus 2,5. Bərabərdir. 2 minus. Deməli, gəlin burada da deməli, fərqi hasilə çevirək. Mənfi 2 sinus. Bir dəfə toplayıb yarıya bölərik. 36 ilə 72-ni toplasaq 108 yarısı 54. Vurulsun sinus. 36-dan 72 çıxsaq mənfi, bu qarşıdakı mənfini aparar. 36 yarısı da 18. Plus 2,5. İndi sinus, gəlin bunu belə eləyək. Bu 2,5 ilə 2-ni toplasaq 4,5 çıx. Deməli, bunun, bax bu kəs verilmiş bu ifadənin sürət məxrəcini kosinus 18-ə vuraq və ya eyni zamanda həm vurub, həm də bölə bilərik də. Gəlin, həm vuraq, həm bölək kosinus 18-ə. Belə aldıq. 4,5 çıx. 2 vurulsun, budursun. Bu 2 sinus 18, kosinus 18 bizə nəyi verər? Sinus 2 alfanın açılışını. Yəni, sinus 54 vuraq. Bu bizə verər sinus 36-nı. Bölünsün kosinus 18. Bərabərdir. Deməli, burada bu sinus 54 bizə, sinus 54-ün əvəzinə biz kosinus 36 yaza bilərikmi? Çünki cəmləri nəyi verir? 90-ı verir. İndi 2 sinus 36, kosinus 36 bizə nəyi verir? 4,5 çıx.
Deməli, bizə bu verər nəyi? 2 qatını sinus 72-ni. Sinus 72. Sinus 72-nin əvəzinə kosinus 18 yaza bilərikmi? Cəmləri 90 verir deyə. Kosinus 18-lər gedər. 4,5-dən birini çıxsaq, 3,5. Baxaq növbəti sualımıza. 28-ə də baxaq gəlin. 2 bölünsün sinus 1 dərəcə. Deməli, sinus 87 ilə 93-ü 1 götürək. 59-dan 61-i 1. 87 ilə 93 çıxmadı. Çıxma olanda 2 sinusun özü çıxaq olur. Kosinusu toplama olur. 87-dən 93 çıxsaq mənfi 6, yarısı mənfi 3. Sinus mənfini qabağa çıxardır. Mənfi 3 dərəcə. Vurulsun kosinus 87 ilə 93-ü toplasaq 180, yarısı 90 dərəcə. Plus deməli üstə gələk. Sinus 61 çıx 59. Yenə 2 sinus 61-dən 59-u çıxsaq 2 yarısı 1 dərəcə. Vuraq kosinus 61 ilə 59-u toplasaq 120, yarısı 60 dərəcə. Bərabərdir. Bu kosinus 90 nəyə bərabərdir? 0-a. Ona görə də bu ifadə ümumilikdə 0-a gedirmi? Kosinus 60 nəyə bərabərdir? 2-də 1-ə. Gəlin yerinə yazaq. 2 bölünsün sinus 1 dərəcə vuraq. Deməli 2 vuraq. 2-də 1 sinus 1. 2 ilə 2-də 1 gedər. Sinus 1-lər gedər. Yekun cavabımız olar 2. Baxaq növbəti sualımıza. Deməli, 30 yenə cəmi fərqi hasilə çevirmədir. Tangensdə sinus bölək kosinus kimi atsaz yaxşı olar. 30, daha doğrusu 29. 30-da da yenə hasili cəmə çevirmədir. Baxaq 32-ci suala. Deməli, sinus alfa plus sinus 3 alfa. Yəni buna yenə cəmi hasilə çevirək. 2 sinus cəminin yarısı 2 alfa. Fərqinin yarısı kosinus üçün mənfi işarə qabağa çıxmır. Alfa. Kosinus alfada toplama deyə hər ikisi kosinus olur. Cəminin yarısı yenə 2 alfa. Fərqinin yarısı kosinus alfa. Kosinus alfalar gedər, 2-lər gedər. Bizə də nə aldıq? Sinusu da kosinusa böləndə tangens 2 alfa. Alfanın qiymətini veribdi. Pi böl 8 yazıram. Tangens 2 vuraq. Pi böl 8. 8 ilə gedər pi böl 4-də. Tangens nəyə bərabərdir? 1-ə. Yəni 35-ci suala baxaq. Deməli, 2 sinus 10, sinus 40. Gəlin hasili cəmə çevirək. 2-də 1 mötərizədə, sinusda da kosinus olur, arada minus olur. Çıxırıq. Ondan 40-ı çıxsaq 30 mənfidir. Ancaq kosinus mənfini qabağa çıxartmır deyə özünü saxlayırıq. Çıxaq, toplayırıq 50. Kosinus 50. Plus kosinus 50. 2-lər gedər. Kosinus 30-da 2-də kökdə 3-ə bərabərdir. Çıx kosinus 50, plus kosinus 50. Bunlar da islah gedər. Nə qalar elə? 2-də kökdə 3. Gəlin 39-a baxaq. Sinus 2 alfa çıx, sinus 3 alfa, sinus 4 alfa. Gəlin sinus 2 alfa ilə sinus 4 alfanı üçün cəmi
hasilə çevirək. Niyə 2 alfa ilə 4 alfanı götürdük? Çünki orada toplam adının yarısı fikir verin 3 alfanı verir. Bax ona görə sinus 2 alfa ilə 4 alfa üçün hasili cəmə çevirək. 2 sinus toplayıb yarıya bölürük 3 alfa. Çıxıb yarıya bölürük. Kosinus deməli 2 alfa, yarısı da alfa. Çıx sinus 3 alfa. Məxrəcdə də kosinus 2 alfa ilə kosinus 4 alfanı götürsək 2 kosinus 3 alfa, kosinus alfa. Dediyimiz kimi cəm olanda kosinusda hər ikisi kosinus olur. Çıx kosinus 3 alfanı saxlayaq. Bərabərdir. Sürətdən sinus 3 alfanı ortaq vurğalaq. Sinus 3 alfa. Yerində qalsın 2 kosinus alfa minus 1. Məxrəcdən kosinus 3 alfanı ortaq vurğalaq. Yerində qalsın 2 kosinus alfa minus 1. Bu ifadələr bütövlükdə ixtisar gedər. Sinusu kosinusa bölsək tangens 3 alfa. Alfanın da qiymətini bizə vermişdi. Bəli, pi bölək 9. Yerinə yazaq. Geçsin pi bölək 3. Pi bölək 3-də 60 dərəcədə tangens nəyə bərabərdir? Kök altda 3-ə. Baxaq növbəti sualımıza. 40 bundandır. Gəlin baxaq 44-cü suala. Yenə dərəcəni indirmədən gəlin istifadə edək. Kosinus üçün dərəcəni indirək. Deməli, kosinusun dərəcə indirməsi belədir. 1 plus kosinus 2 alfa. Bizdə alfanın yerində 3 durub deyə 2 qatı olacaq nə? 6 bölək 2. Plus kosinus 1 üçün dərəcəni indirək. 1 üstə gələk kosinus 2 qatı 2 bölək 2. Çıxaq. Kosinus 4 vuraq kosinus 2 üçün gəlin hasili cəmə çevirməyə baxaq. 2-də 1 mötərizədə deməli. Kosinusda arada toplama olur. Birinci çıxması kosinus 2 üstə gələk kosinus toplasaq 6. Bu da bərabərdir. Gəlin bunları ayrı-ayrı kəsirlərdə yazaq. Yəni nə yazarıq? 2-də 1 üstə gələk. 2-də 1 kosinus 6. Üstə gələk. Bu kəsirimizi ayrı-ayrı kəsirlərdə yazaq. 2-də 1 üstə gələk. 2-də kosinus 2. Çıx. Mötərizəni vurub açsaq. 2-də 1 kosinus 2. Çıx. 2-də 1 kosinus 6. 2-də 1 kosinus 6'lar gedər. 2-də 1 kosinus 2'lər gedər. 2-də 1 üstə 2-də 1 gəlsək 1. Baxaq 47-ci sualımıza. Gəlin kökü həll eləyək, sonra qalan ifadələri yazarıq. Deməli 4 sinus 25 vuraq sinus 65. Cəmə çevirək bunu. 2-də 1 mötərizədə sinusda arada çıxma olurdu. Hər ikisi kosinus olurdu trigonometrik ifadələr. Kosinus 25-dən 65-i çıxsaq 40. Kosinus 40 vura arada sinusdu deyə minusdu. Çıxaq. Deməli toplasaq da neçə eləyir? 90. Kosinus 90. Kosinus 90-da nəyə bərabərdir? 0-a. Məxrəcdə də bir dənə kosinus 40 var. Kosinus 40'lar geçsin. 4 ilə 2 geçsin. Burada qalsın 2. Çıx 1. Vuraq kökdə 2 plus 1. Burada nə qaldı? Kök altda 2 qaldı da bizdə 4 ilə gedəndən sonra. Kök altda 2 minus 1. Kök altda 2 plus 1. Bu da bizə nəyi verir? Kvadratlar fərqini. 2 çıx 1, yəni 1.
Deməli, bizə verir sinus alfa plus sinus betanı. Gəlin elə buradaca bunu açaq. 2 sinus alfa plus beta bölü 2 kosinus alfa plus beta plus yox minus. Alfa minus beta bölü 2. Aha, bərabərdir. 2 sinus. Fikir verin, bunu da belə yaza bilərəm. 2 vuraq alfa plus beta bölü 2. Fərqi yoxdur, 2'lər gedər, əvvəlki ifadəmiz qalır. Gəlin adı bu 2'ləri ataq. Belə aldıq. Sinus alfa plus beta bölü 2 vuraq kosinus alfa minus beta bölü 2 bərabərdir. İndi bunu sinus 2 alfa kimi görək. Yəni 2 qat bucaq kimi açaq. 2 sinus alfa plus beta bölü 2 alfanın yerində bu durufda. Kosinus alfa plus beta bölü 2. Hər tərəfdən sinus alfa plus beta bölü 2'ləri atsam, kosinus alfa minus beta bölü 2 üçün aldıq. 2 kosinus alfa plus beta. İndi gəlin bizdən istədiyi ifadəyə baxaq. Bu tangens alfa bölü 2'nin əvəzinə belə yaza bilərikmi? Sinus alfa bölü 2 bölünsün kosinus alfa bölü 2. Eyni qaydada tangens betanın əvəzinə də yazıram. Sinus, daha doğrusu beta bölü 2'nin əvəzinə beta bölü 2 kosinus beta bölü 2. Bərabərdir. Sinus alfa bölü 2 beta bölü 2 üçün cəmi hasilə çevirək. 2'də 1 sinusda mənfi olur. Kosinus fərqi 2'də alfa minus beta arada çıxma olur. Çıxaq. Kosinus cəmi də bizə nə verər? 2'də alfa plus beta. Deməli, kosinus üçün də indi düsturu yazsaq. 2'də 1 kosinus alfa minus beta bölü 2 plus kosinus alfa plus beta bölü 2. Bərabərdir. 2'də 1'lər getsin. Harada kosinus alfa minus beta bölü 2 görsək, gətirək onun yerinə öz ifadəsini yazaq. Bax bu ifadəni. Yazıram. 2 kosinus alfa plus beta bölü 2 minus kosinus alfa plus beta bölü 2. Eyni qaydada məxrəc üçün yazıram. 2 kosinus alfa plus beta bölü 2 üstə gələk kosinus alfa plus beta bölü 2. Bərabərdir. 2 dənədən bir dənəsini çıxsam, qalar bir dənə kosinus alfa plus beta bölü 2. Məxrəcdə 2 dənə ilə bir dənəni toplasam, eləyər 3 dənə kosinus alfa plus beta bölü 2. Kosinus alfa plus betalar gedər, yekunda qalar nə? 3'də 1. Baxaq növbəti sualımıza. Dördüncü suala baxaq. Deməli, kosinus 10, sinus 20, sinus 70. Gəlin bu kosinus 10'un əvəzinə biz sinus 80 yaza bilərik. Yox, bu bizə əl verməz. Heç nə. Hasili cəmə çevirək görək, nə alırıq? Bu kosinus 10 dursun. Hələ ki, kosinus 10 vurulsun. 2'də 1. Sinus üçün hasili cəmə çevirək. Kosinus alfa minus beta 20'dən 70'i çıxdıq 50. Çıx. Sinusda arada minus olur. Toplasaq 20 ilə 70'i 90. Kosinus 90. Sonra çıx 4'də 1 kosinus 40 plus 2'də 1 bərabərdir. Kosinus 90 sıfıra bərabərdir. Bunu atdıq. Deməli, aldıq 2'də 1 2'də 1 kosinus 10 vuraq kosinus 50 bərabərdir.
Çıxaq, bu ifadədə olduğu kimi qalsın. Dabidə bura köçürmə. Bərabərdir. Gəlin bu 2-də 1 saxlayaq. Bu hasil üçün yenə hasili cəmə çevirək. 2-də 1 kosinus 10, kosinus 50. Kosinus 60 üstə gələk. Kosinus fərqi 40. Minus 4'də 1 kosinus 40 plus 2'də 1. Bərabərdir. 2'də 1'i 2'də 1'ə vursaq 4'də 1. Bura qaçaq. Kosinus 60 nəyə bərabərdir? 2'də 1'ə. 4'də 1'i 2'də 1'ə vursam 8'də 1. Üstə gələk. 4'də 1'i kosinus 40'a vursaq. 4'də 1 kosinus 40. Çıxaq 4'də 1 kosinus 40. Üstə gələk 2'də 1. Mənfi 4'də 1 kosinus 40'dan müsbəti getsə, 8'də 1'in üstünə 2'də 1 gələndə bu 8'də 4 deməkdir. Bu da eləyər necə? 8'də 5. Altıncı sual sadədir. Sinusun yuxarı toplama düsturudur. Aşağıya da cəmi hasilə çevirin. Deməli, bizə 8-ci sualda deyir, tangens 3x p-dirsə, bu ifadəni p ilə ifadə edin. Sinus 5x-dan yenə sinus 7x götürərək cəminin yarısı altına verəcəkdir. Deməli, 2 sinus 6x fərqinin yarısı kosinus x plus sinus 6x-i saxlayaq. Məxrəcdə də eyni qaydada kosinusları götürsək, cəmliliyə hər ikisi kosinus olur. Kosinus 6x 5x-dan 7x-i yenə götürdük. Fərqin yarısı kosinus x plus kosinus 6x qaldı. Bərabərdir. Gəlin bunlardan ortaq vurğalaq nəyi? Sinus 6x-i yuxarıdan götürək. Yerində qalsın 2 kosinus x plus 1. Məxrəcdən götürək kosinus 6x-i. Yerində qalsın 2 kosinus x plus 1. Bu ifadələr ixtisar getsə, qaldı sinus 6x bölək kosinus 6x bərabərdir. Bizdən amma tangens 3x verib. Deməli, bu 6-nın əvəzinə mən 2 vur 3x kimi yaza bilərəmmi? 2 qat düstur açım. Yəni, buna alfa kimi baxım. 2 qat açım. Sinus 2 qatın. Sinus 2 qat açsam, nətər açıram? 2 sinus 3x kosinus 3x. Eyni qaydada məxrəc üçün deməli, nə açıram? Kosinus kvadratı 3x çıx sinus kvadratı 3x. Gəlin indi biz tangens almaq üçün, tangens nədir? Sinusun kosinusa nisbəti deyil. Bunun sürət məxrəcini hədbəd bölürəm kosinus kvadratı 3x-a. Bunu da bölürəm. Bunu da bölürəm kosinus kvadratı 3x-a. Bu ifadəni də bölürəm kosinus kvadratı 3x-a. Buradan kosinus kvadratı 3x-la 1'i gedir, nə qalır yuxarıda? Bərabərdir 2 tangens, sinusun kosinusa nisbəti tangensi verir. Kosinus kvadratı 3x-lar gedir, 1 minus tangens kvadratı 3x. Bərabərdir. Tangens 3x-in qiyməti p idi. Deməli, 2p 1 minus p kvadratı olur yekun cavabımız. Baxaq növbəti sualımıza. Deməli, 59. 59-dan yeniyərik. Bu 3 sinus alfanı 2 dənə ilə 1 dənə sinus alfanı cəmi kimi yazaq ki, niyə? Orada bir dənə o çıxaq sinus 3 alfa ilə bizə fərqi hasilə çevirməni versin deyə. Deməli, yazıram 2 dənə sinus alfa üstə gələk sinus alfa. Yaza bilərik daha cəmi 3 sinus alfanı verirmi? Çıx sinus 3 alfa. Məxrəc də hələ ki olduğu kimi qalsın.
Məxrəci yazmıram. Bərabərdir. Burada yazarıq. Bərabərdir. Gəlin indi bu iki sinus alfanı saxlayaq. Sinus alfa. Üstə gələk. Bu sinus alfa çıxaq. 3 alfa üçün açsaq. 2 sinus. Sinusda nə olur? Çıxma olur. Alfadan 3 alfa çıxsaq mənfi 2. Yarısı mənfi alfa. Mənfini də sinus neyinir? Verir qabağa. Yəni olur nə? Çıxma. Sonra vuraq. Kosinus cəminin yarısı 4, yarısı da 2 alfa. Məxrəcdə 4 sinus alfa 1 minus kosinus 2 alfa kimi saxlayaq hələ ki. Bərabərdir. Yuxarıdan ortaq vuruq. 2 sinus alfanı götürək. Yerində qalsın 1 minus kosinus 2 alfa. Məxrəcdə də 4 sinus alfamız var. 1 minus kosinus 2 alfa. Deməli, 1 minus kosinus 2 alfalar gedər, sinus alfalar gedər, 4 ilə 2 gedər, 2 də 1 olar cavabımız. Və ya 0,5. Aha, baxaq neçənci suala. 60 da bundandır. 61-ci suala baxaq. Deməli, kosinusun hasilidir. Gəlin bu kosinuslara hasili cəmə çevirək. Yəni 2-də 1, 2-də 3 alfa ilə 2-də alfanı toplasam, kosinus birinci çıxmaydı, gəlin də çıxmasını yazaq. Kosinus da əslində ortada toplamadı, elə bir fərq eləmir, amma çıxmanı desək. Deməli, 2-də 3 alfadan 2-də alfanı çıxsaq, 2-də 2 alfa, yəni kosinus alfa. Üstə gələk, toplasaq 2-də 4, yəni 2 alfa alınır. Aha, bərabərdir nəyə? 2-də 1-ə. Bu 2-də 1-lər hər tərəfdən getsə, gəlin burada da bu kosinus, bizdən görək nə istəyir? 2 kosinus kvadratı alfa plus kosinus alfa minus 1 istəyir. Bax, burada fikir verin, bu kosinus 2 alfanın düsturu var. 2 kosinus kvadratı minus 1. Baxdıq ki, orada da minus 1 var. Deməli, bunu həmin düsturundan 2 qatı kimi aça bilərəm. 2 kosinus kvadratı 2 alfa minus 1. Gəlin o minus 1-i buraya yazım. Araya da yazıram, üstə gəl kosinus alfa. Niyə? Rahat görəsiz deyə. Bərabərdir 1-ə. Bax, bu mötərizədə verilmiş ifadənin qiyməti elə bütövlükdə nəyə bərabərdir? 1-ə bərabərdir. Qarşısında da var 2 vurağı. 2-ni də 1-ə vursaq neçə eləyir? 2. 62-ci sual deyil ilə bundandır. 63-cü suala baxaq. Yuxarı üçün gəlin cəmi hasilə çevirək hər halda. 63-də deməli. Çevirsək nə alarıq? 2 sinus cəminin yarısı deməli toplasaq 90, yarısı 45 vurulsun. Kosinus fərqinin yarısı 40, yarısı da 20. Məxrəcdə 2 kökdə 2 dursun. Gəlin bu məxrəcədə neyniyək? Hasili cəmə çevirək. Vuraq 2-də 1. Deməli, sinusda arada minus olur. Kosinus çıxması neçə verir bizə? 35-dən 55-i çıxsaq mənfi 20. Amma kosinus mənfini çölə çıxartmır. Çıxaq. Deməli, toplasaq neçə eləyər? 90. Kosinus 90. Kosinus 90 nəyə bərabərdir? 0-a. Bu oldu 0. Daimi mötərizə itdi. Kosinus 20-lər gedir. 2 ilə 2-də 1 ilə 2 gedir. Bərabərdir. Görək nə qaldı? Yuxarıda qaldı 2 vuraq. 45-də alır 2-də kökdə 2-ni. Bu 2-lər də getdi. Məxrəcdə də bir dənə kökdə 2 qalmışdı. Kökdə 2-də kökdə 2 ilə gedər. Yekun cavabımız olar nə? 1. Baxaq 66-cı suala. 64-dür yenə bundan da 65-dir kvadratlar fərqi kimi açıb yazırsınız. Gəlin baxaq 66-ya. Sinus alfa plus kosinus alfanı verib. Bizdən istədiyi görək nədir? Gəlin bunu sadələşdirək. Sonra o sinus alfa plus kosinus alfanı verəndə çox vaxt
Kvadrata yüksəldib hər tərəf tapırıq. Görək burada lazım olacaqmı bizə. Sinus alfa çıxaq, sinus 3 alfa üçün açaq. 2 sinus deməli çıxaqdırsa sinus çıxaq olur. 2 alfa yarısı alfa, qarşıya bir mənfi çıxdı. Kosinus cəminin yarısı 2 alfa. Məxrəcdə də eyni ilə düstur açaq. -2 sinus fərqinin yarısı alfa, qabağa bir mənfi çıxır, mənfini müsbət eləyir. Sinus cəminin yarısı 2 alfa. Sinus alfalar gedər, 2-lər gedər. Bərabərdir. Nə aldıq? -2 kosinus 2 alfa bölək sinus 2 alfa. Gəlin bizə verilən bu ifadənin hər tərəfin kvadrata yüksəltsək nə alarıq? Belə alırıq da. Sinus kvadrat plus kosinus kvadrat. O bizə 1 verirmi? 1 üstə gələk. 2 sinus alfa kosinus alfa ilə sinus 2 alfanı verirmi? Bərabərdir. -2 kvadratı 2. Biri bu üzə atsaq. Sinus 2 alfa üçün nəyi tapırıq? Sinus 2 alfa bərabərdir 1-ə. Sinus 2 alfa 1-dirsə, gəlin kosinus 2 alfanı tapaq. Deməli, kosinus kvadratı 2 alfa bərabərdir 1 minus sinus kvadratı 2 alfa. Sinusun qiyməti, sinus 2 alfanın qiyməti 1-dir, kvadratı da 1 verər. Bu da verər necə? 0. Kosinus kvadratı 2 alfa 0-dırsa ilə kosinus 2 alfanın özü də 0-dır. Kosinus 2 alfa 0-dırsa ifadəmizin cavabı eləyir 0. Gəlin baxaq 67-ci suala. Kosinus toplamasıdır. Gəlin bunun üçün nə açaq? Cəm açaq da. Cəmi hasilə çevirək. Deməli 2, hər ikisi kosinus olacaqdır. Toplasaq, yarıya bölsək. Toplayanda x-lar gedir. 65 ilə 55, 120 yarısı 60. Kosinus çıxıb yarıya bölsək. 65-dən 55 çıxsaq 10, deməli x-larda 2x belə aldıq da 10 plus 2x bölü 2. Çıx sinus 30. Bizdən bu ifadənin ən böyük qiymətini istəyir. Bərabərdir. Kosinus 60-da 2-də 1-ə bərabərdir. Yerinə yazsaq 2-lər gedər. Qaldı nə? Kosinus deməli bunu da ayrı-ayrı kəsirlərdə yazsam nə alıram? 5 plus x. Üstəgə çıx. Sinus 30-da nəyə bərabərdir? 2-də 1-ə. İndi bu ifadənin bizdən ən böyük qiymətini istəyir deyə kosinusun qiymətlər çoxluğu bilirik ki, -1, 1-dir. Gətirək burada ən böyük istəyir deyə yerinə 1 yazaq. Bunun qiyməti 1 olsa, 1-dən 2-də 1 çıxsaq, 2-də 1, yəni 0,5. Gəlin baxaq 69-cu suala, bundan da yekunlaşdıraq. Məxrəcdəki bu sinus alfa, 3 alfa, 5 alfa, 7 alfa. Gəlin ona burada sinus alfa ilə 7 alfanı 1 götürək, 3-dən 5-i 1, çünki ikisinin də cəmi 8 yarısı 4 alfanı verəcək. Yuxarı hələ ki dursun. Yuxarı ilə işimiz yoxdur. Məxrəcdə deməli sinus alfa ilə 7 alfa üçün başdan yazaq. Belə 2 sinus cəminin yarısı 4 alfa, kosinus fərqinin yarısı, deməli 6 yarısı da 3 alfa. Üstə gələk. 3 alfa ilə 5 alfa. Yenə 2 sinus cəminin yarısı 4 alfa, kosinus fərqinin yarısı, deməli alfa. Yuxarı olduğu kimi qaldı, yazmadıq. Burada yazarıq, bərabərdir. Aşağıdan ortaq vuruq nəyə götürürük? 2 sinus 4 alfanı götürək. Yerində qalsın kosinus 3 alfa plus kosinus alfa. Yuxarıda da kosinus alfa, kosinus 2 alfa, sinus 4 alfa. Sinus 4 alfanı yazaq. Sinus 4 alfalar getsin. Gəlin bu 3 alfa plus alfa üçün də düstur açaq. Deməli, sürət qalsın kosinus alfa, kosinus 2 alfa.
Məxrəcdə 2 dursun. Açsaq 2 kosinus cəminin yarısı 2 alfa. Fərqinin yarısı deməli kosinus alfa. Kosinus 2 alfalarda gedir. Alfalarda gedir. Nə qaldı? 4'də 1 yəni 0,25. Sağ olun.